Dünyanın ən yaxşı filmi hansıdır? Onlarla tənqidçi və milyonlarla tamaşaçı IMDb reytinqində 10 illərdir eyni cavabı verir. Shawshank'dən qaçış. Amma bu film sadəcə bir həbsxanadan qaçış hekayəsi olduğu üçün zirvədə deyil. Bu film əslində sənin hekayən olduğu üçün oradadır. Bugün metroda yanından keçdiyin yorğun baxışlarda, hər səhər istəmədən oyandığın o rutin işdə ya da ədalətsizliyə uğradığını hiss etdiyin o sükut anlarında sən də bir Shawshank məhkumusan. Həyat bəzən bizi törətmədiyimiz günahların, seçmədiyimiz çətinliklərin və aşılmaz görünən divarların arasına həbs edir. Çoxumuzun üzündə gərginlik, beynində isə bitmək bilməyən bir səs var. Buradan çıxış varmı? Andy Dufresne də bizə göstərdi ki, ən qaranlıq karserdə belə azad qalmağın bir yolu var. Çünki əsl əsarət dəmir barmaqlıqlar deyil, ruhun təslim olmasıdır. Gəlin bugün statistikaları bir kənara qoyaq və ruhumuzun dərinliklərindəki o gizli tuneli birlikdə qazaq. Filmə qaydaq. Gənc, uğurlu bir bankir Andy Dufresne bir gecədə hər şeyini itirir. Arvadını və onun sevgilisini öldürməkdə ittiham olunur. Hakim hökmü oxuyur. 2 qat ömürlük həbs. Ədalət yoxdur. Məntiq susub. Andy Shawshank'in o nəhəng soyuq qapılarından içəri girəndə sistem onu sadəcə bir məhkum kimi deyil, bir əşya kimi qəbul edir. Andy törətmədiyi cinayətə görə həbsxanaya göndərilir. İlk gecə digər məhkumlar yeni gələnlərin birinci gecə ağlayacağına dair mərcə gəlirlər. Çünki sistem insanın iradəsini sındırmaq üçün əvvəlcə onun ləyaqətini hədəf alır və adətən bu cür məhkumların hamısı ilk gecə kamerasında ağlayır. Amma Andy ağlamır, o susur. Bu sükut əslində böyük bir müqavimətin ilk sədasıdır. Viktor Frankl deyirdi, insandan hər şeyini ala bilərsiniz, bircə şeydən başqa, onun daxili azadlığını, hadisələrə olan münasibətini seçmək haqqını. Andy məhz bunu edir. O, həbsxananın tozlu həyətində gəzərkən sanki bir parkda gəzən azad insan kimi davranır. Üzündəki o qəribə, sakit təbəssüm. Bu təbəssüm Red'i və digərlərini qıcıqlandırır. Çünki sistemə boyun əyməyən adam sistemin içindəkilər üçün bir təhdiddir. Sonra o məşhur addımı atır. Dostu Red'dən balaca bir geoloji çəkic istəyir. Daşları yonmaq üçün deyir. Amma biz bilirik ki, o çəkic daşları deyil, taleyi yonmaq üçün idi. İndi bir anlıq düşünün. Andy həyətdəki məhkumlara desəydi ki, mən bu balaca çəkiclə hər gün bir ovuc torpaq qazıb buradan qaçacam. Nə baş verərdi? Hamı ona gülərdi, onu dəli adlandırardılar. Eyni ilə cəmiyyətdə olduğu kimi, sən böyük bir xəyal quranda, öz həbsxananı tərk etmək istəyəndə sənə də gülmürlərmi? Bu iqtisadiyyatda iş quracaqsan, bu yaşda yeni dil öyrənəcəksən, bu mühitdən çıxıb fərqli olacaqsan deyənlər əslində o divarın o tayını görməkdən qorxanlardır. Psixologiyada buna öyrənilmiş çarəsizlik deyilir. İnsan bir müddət sonra qəfəsin qapısı açıq olsa belə çölə çıxmır. Çünki divarlar beyninə hopub. Amma Andy beyninin sürüyə öyrəşməyinə, təslim olmağına imkan vermir. O, planını heç kimə demir. Çünki böyük hədəflər sükutda böyüyür. O, hər gün bir ovuc torpağı cibində həyətə çıxarır və sakitcə yerə tökür. Bu sadəcə torpaq deyil, bu, bir insanın hər gün öz azadlığı üçün ödədiyi bədəldir. Filmdəki o səhnəni xatırlayın. Andy həbsxana damında dostları üçün pivə qazanır. Özü isə içmir. Sadəcə oturub gülümsüyür. Niyə? Çünki o anda o məhkum deyil. Öz iradəsinin sahibidir. O, sistemin ona verdiyi rolu oynamır, öz senarisini yazır. Hər birimiz həyatın bir mərhələsində haqsız yerə karserə salınırıq. Bəzən bu bir borcdur, bəzən uğursuz bir münasibətdir, bəzən isə sevmədiyimiz bir şəhər. Amma Andy bizə öyrədir ki, qaçış böyük bir partlayışla başlamır. Qaçış hər gün bir ovuc torpaq qazmaqla, heç kimə demədən o kiçik çəkici inamla vurmaqla başlayır. Ən böyük tunellər ən səssiz qazılanlardır. İllər keçir, Shawshank heç kimi bağışlamır. Həbsxana divarları getdikcə daha çox üstünə gəlir. Andy Dufresne isə bu divarların arasında özünə məxsus bir dünya qurur. O, artıq sadəcə bir məhkum deyil. O, həbsxana rəisinin çirkli pullarını yuyan, mühafizəçilərin vergi bəyannamələrini dolduran bir vasitədir. Sistem onu özünə tabe etdiyini düşünür. Onu bir alətə çevirdiyini zənn edir. Amma Andy əslində nə edir?
O, sistemin içində bir boşluq tapır. O kitabxana qurur, minlərlə məktub yazır, hər gün, hər həftə, illərlə. Cavab gəlməyənə qədər nəhayət kitablar və qramofon valı gəlir. Filmin ən möhtəşəm səhnələrindən birini xatırlayın. Andy bir qramofon valını tapır və bütün həbsxanaya operanı səsləndirir. O an Shawshank donur. O dəhşətli divarlar sanki bir anlıq yox olur. Məhkumlar göy üzünə baxırlar. Niyə? Çünki o musiqi onlara unutduqları bir şeyi, insan olduqlarını xatırladır. Bu bir inqilab idi. Cəmi bir neçə dəqiqəlik azadlıq. Andy buna görə karserə atılır. Amma o karserdən çıxanda gülümsüyür. Çünki musiqi onun içində idi. Onu sizdən ala bilməzlər deyir. Gəlin real həyatımıza baxaq. Çoxumuz hər şeyə öyrəşmişik. Redin dediyi kimi, əvvəl bu divarlara nifrət edirsən, sonra onlara öyrəşirsən, vaxt keçdikcə onlarsız yaşaya bilmirsən. Sənin Shawshankin nədir? Səhər 9-dan axşam 6-ya qədər olan monoton işin, səni boğan kredit borcların, yoxsa cəmiyyətin belə olmalıdır dediyi qəliblər? Biz də çox zaman Andy kimi sistemin içində özümüzü itiririk, müdirin xoşuna gəlməyə çalışırıq, vergiləri öyrənirik, qaydalara əməl edirik. Amma daxilimizdəki o musiqini səsləndirməyə cəsarətimiz varmı? Yoxsa divarlar artıq ruhumuza hopub? Bizim reallığımızda da bir ovuc torpaq qazmaq budur. Hər gün biraz daha çox öyrənmək, hər gün biraz daha çox istehsal etmək, şikayət etmək, həbsxanada oturub divarlara baxmaqdır. Qurmaq və yaratmaq isə o divarın altından tunel qazmaqdır. Andy bizə göstərdi ki, ən böyük əsarət xəyal qura bilməməkdir. Əgər sən bugün olduğun yerdə hələ də bir kitab oxuyursansa, bir xəyal qura bilirsənsə, deməli hələ tam məhkum deyilsən. Divarlar nə qədər hündür olsa da, sənin içindəki o musiqi səsi onlardan daha güclüdür. Sual budur, sən o qramofonu işə salmağa hazırsanmı, yoxsa divarların sənin udmasını gözləyirsən? Shawshankdə illər bir-birini əvəzləyir, amma Andy üçün zaman fərqli axır. O gənc məhkum Tommy üçün ümid olur. Ona oxumağı, yazmağı öyrədir, imtahanlardan keçməsinə kömək edir. Amma sistem qəddardır. Tommy Andy'nin məsumluğunu sübut edə biləcək həqiqəti bildiyi üçün rəis tərəfindən öldürülür. Bax, bu an Andy üçün qırılma nöqtəsidir. Artıq daxili sülh kifayət deyil, artıq o divarları fiziki olaraq da aşmaq lazımdır. Və o gecə, ildırımlı, yağışlı bir gecə, Andy Dufresne 20 ildir hər gecə o balaca çəkiclə qazdığı tunelə girir. 500 metr uzunluğunda çirkab suları ilə dolu bir borunun içində sürünür. Təsəvvür edin, 5 futbol meydançası uzunluğunda üfunət, pislik və qaranlıq. Amma o dayanmır, çünki borunun sonundakı o təmiz yağışın qoxusunu artıq duyur. Bu səhnə əslində insan həyatının ən böyük metaforasıdır. Çox zaman azadlığa, uğura, o işıqlı günlərə gedən yol təmiz olmur. Biz də bəzən həyatın bizə təqdim etdiyi o çirkab dolu boruların içindən keçməli oluruq. Haqsızlıqlar, alçaltmalar, çətinliklər. Amma Andy kimi o borunun sonunda bizi gözləyən azadlıq üçün o çirkabı gözə almalıyıq. Borudan çıxdığı an yağışın altında qollarını açaraq göyə baxması sadəcə bir məhkumun qaçışı deyil, bir ruhun yenidən doğuşudur. Bura qədər bizə elə gəlirdi ki, Andy qaçmaq üçün plan qurur. Amma əslində o 20 il ərzində hər gün azad idi. Dostu Redin dediyi o məşhur cümləni xatırlayın. Bəzi quşlar qəfəs üçün deyil, onların ləkələri çox parlaqdır. Andy'nin hekayəsi yalnız həbsxanadan qaçış deyil, bir insanın ümidi necə yaşatdığını, qaranlığın içində işığı necə axtardığının hekayəsidir. Eynilə Konfutsinin dediyi kimi, qaranlığa lənət etməkdənsə bir şam yandır. Andy bir şam yandırdı və o işıq təkcə onun yolunu deyil, başqalarının yolunu da işıqlandırdı. Onun dediyi kimi, ümid yaxşı bir şeydir. Bəlkə də ən yaxşısı və yaxşı şeylər heç vaxt ölmür. Bugün biz də Andy kimi bir çox divarlarla əhatələnmişik. Cəmiyyətin təzyiqləri, ədalətsizliklər, iqtisadi çıxılmazlıqlar, daxili boşluqlar, ümid qırıntıları. Amma məsələ bu divarları yumruqlamaq deyil, məsələ hər gün bir ovuc torpaq qazmaqdır. Şikayət etmədən, istehsal etməyə davam edərək, üsyan etmədən, quraraq və hər şeydən önəmlisi duruşunu itirmədən
ümidlə. Çünki ümidini itirən insan ilk öncə içindəki azadlığını itirir. Əsl əsarət içəridə qalmaq deyil, ümidsizlikdir. İndi musiqi dinləməyin, kitab oxumağın, bir uşağa ümid verməyin, hətta həbsxana divarları arasında belə xəyal qura bilməyin inqilabi gücünü göstərdi. O həbsxana içində azad olmağı, azad olanların da necə məhkum ola biləcəyini göstərdi. Çünki azadlıq bədənlə deyil, zehinlə bağlıdır. Çünki əsl qaçış divarları yıxmaqla deyil, içindəki zəncirləri qırmaqla mümkündür. Və ən vacibi, indi bizə göstərdi ki, bir insan bəlkə sistemi məğlub edə bilməz, amma sistemin içində özünü itirmədən yaşaya bilər. O, bir ovuc torpaqla sistemin qəlbinə tunel açdı və bizə həmin gücün içimizdə olduğunu xatırlatdı. Bugün də o tuneldən keçən hər bir ruh bir parça Andy Dufresne'dir. Andy Dufresne'in hekayəsi təkcə kino tarixində deyil, insan qəlbinin dərinliklərində də silinməz iz buraxdı. Çünki o, ümidini itirməyənlərin rəmzidir və bəlkə də soruşmalı olduğumuz tək sual budur. Sən öz divarını aşmaq üçün hər gün bir ovuc torpaq qazırsanmı?